Bilirik ki, yaz və yay mövsümündə ən çox istifadə edilən bitkilərdən biri tərxundur. Amma siz onun bu qədər güclü olduğunu bilirdiniz. Videoya keçməzdən əvvəl mənim kanalıma abunə olub, bəyənməyi unutmayın ki, bu video daha çox insanın qarşısına çıxsın. Bir çox insan şam yeməklərində yağlı və qızardılmış xörəklərdən imtina edib. Tərxun, pendir və çörəyə üstünlük verirlər. Bu bitki dadlı seçim olmaqla yanaşı, həm də orqanizm üçün vacib olan bir çox vitamin və maddələrlə zəngindir. Tərxun müalicəvi bitki kimi xalq təbabətində geniş istifadə edilir. İlk növbədə vitamin çatışmazlığı zamanı tərxundan daha çox istifadə etmək lazımdır. Tərxunun faydalarından başlıcası həzm prosesini yaxşılaşdırmasıdır. Yağlı və ağır yeməklər yeyən zaman tərxundan istifadə etməklə həzm prosesini asanlaşdırmaq, mədənin fəaliyyətini gücləndirmək mümkündür. Tərxun dəmləməsi mədə şirəsinin və ödün ifrazını artırır, iştahı yaxşılaşdırır, meteorizmlə köplə mübarizə aparır. Sinir sistemində problemi olanlar, əsəb gərginliyini aradan qaldırmaq istəyənlər üçün xörək qaşığı tərxun yarpağını 1 stəkan qaynar suda dəmləmək lazımdır. Dəmlənmiş məhlulu 1 saat saxladıqdan sonra soyudub gündə 3 dəfə 100 qram qəbul etmək lazımdır. Yuxusuzluqdan şikayət edənlər, 1 xörək qaşığı tərxun yarpağını 1 stəkan suda 5 dəqiqə qaynatmalı, sonra onu 1 saat dəmdə saxlamalıdırlar. Alınmış məhlul soyuduqdan sonra yatmazdan qabaq dəsmalı həmin məhlulla isladıb alın hissəyə təbki kompres qoymaq lazımdır. Bu normal yuxunuzu təmin edəcək. İştahı artırmaq üçün gündəlik içdiyiniz çayı dəmləyərkən ora 1 çay qaşığı qurudulmuş tərxun və nar qabığının qurusunu əlavə edin. 10 dəqiqə dəmdə saxladıqdan sonra üzərinə 1 stəkan qaynar su əlavə edin və təkrar 15 dəqiqə dəmdə saxlayın. Gün ərzində 3-4 stəkan hazırlanmış çaydan istifadə edin. Tərxunun suyunu kosmetik vasitə kimi üzə çəkməklə qırışların qarşısını almaq olar. Bu vasitə həm də üz dərisini təravətli edir. Bundan başqa sərinləşdirici içki hazırlayarkən tərxundan istifadə etmək olar. Bunun üçün 1 dəstə tərxunu xırda-xırda doğrayıb 3 litr suya əlavə edin və qaynayana qədər gözləyin. Qaynamağa başladıqdan 1 dəqiqə sonra götürün. 2 limonun şirəsini və zövqünüzə uyğun təxminən 6-8 xörək qaşığı şəkər tozu əlavə edin. Soyuduqdan sonra için. Tərxun kimlərə olmaz? Qastrit, güclü mədə xorası olanlara tərxun yemək olmaz. Hamiləlik zamanı bu göyərtinin istehlakı uşaqlığın tonusunun artmasına səbəb ola bilər ki, bu da hamiləlik üçün təhlükə yaradır. Tərxunun çoxlu miqdarda istehlakı zəhərlənməyə gətirib çıxarda bilər. Bu zaman insanda ürək bulanma, qusma, hətta bayılma kimi simptomlar meydana çıxır. Bəs siz tərxunu daha çox hansı məqsədlə istifadə edirsiniz? Rəylərdə yazın, görək kimlər faydasını görüb. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub, şərh yazmağı unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.